Hər kəsə YouTube kanalımdan salam. Bugün Aydanın yerinə də mən salam verirəm. Salam Zəhra xanım. Aydan da sizi salamlayır. Bəli. Qəşəng suallarımız var. Hı O -hı. suallara bir-bir cavab vermək istəyirəm. Onların içərisindən təkrar-təkrar suallar çox idi, ona görə ümumiləşdirib 4 sual çıxartmışam. Vaxt itirmədən başlayaq. Buyurun o zaman. Birinci sualımız budur ki, uşaq məndən necə dünyaya gəldiyini soruşur, necə izah edim? Bu sualı verən valideyn yəqin ki, uşaq balacadır, kiçik yaşlardadır. Yüksək ehtimal. Yüksək ehtimalda. Bəli. Və uşağın dünyaya gəldiyini uşağa düzgün şəkildə nə varsa onu izah etməliyik. Səni leylək gətirdi, səni məktəbdən götürdüm, səni detdomdan götürdüm, səni filan yerdən götürdüm. Bu kimi cümlələrdən istifadə etməməliyik birmənalı olaraq. Uşaqlar yalan danışılmağı sevmir. Uşağın da yalan danışmasının qarşısını almaq üçün ilk növbədə valideyn yalan danışmamalıdır. Ona görə səni leylək gətirdi, filan kəs gətirdi demək əvəzinə biz atanla bir-birimizi sevirdik və bizim sevgimizdən sən oldun. Mənim bətnimdə, mənim uşaqlar demişkən qarnımda və daha sonra isə həkimlər səni götürdü vaxtı gəldiyi zaman. Bu qədər bəsitdir əslində. Biz isə çox dağa daşa dırmaşırıq. Bəli. Daha çox deyirik ki, ay mən necə izah eləyəcəm, ayıbdır və s. Xeyr, uşaq bunu bilməlidir və haqqı da var. Sonrakı yaş dönəmlərində saytlardan baxmaqdansa, özünə aid olmayan saytlara girməkdənsə, uşağa düzgün şəkildə izah etdiyimiz zaman uşaq da onu başqa yerlərdən almaq ehtiyacı duymur o cavabı. Belə bizdən doğru şəkildə alır. Növbəti sualımız, bununla bağlı sualım var. Bununla bağlı xeyr. Keçək növbətiyə. Hər zaman uşağıma atasına oxşamış demişəm. Sizcə tərbiyə genetikdirmi? Tərbiyə genetik deyil. Bəli. Tərbiyəni siz özünüz verirsiniz. Amma təbii ki, atasına oxşamış, anasına oxşamış deyərək böyüdürüksə, atasına aid bir, deməli, bu cümləni istifadə ediriksə, deməli, ona qarşı bir aqressivliyimiz var və bu şəkildə uşağa travma vermək və uşağı qurban etmək deməkdir. Mənim əgər o uşağın atasına qarşı və ya anasına qarşı bir əsəbim varsa, sən atava oxşamısan, onun kimi belə hərəkətlər etmə deyərək uşağı daha da ona yönəldirik. Onun qanı axır da səndə, ona görə onun kimisən və s. deyərək uşağa bir düşmən mövqeyində böyütməməliyik. Onun atasıdır, ona hörmət etməlidir, hər nə olursa olsun. Onunla bizim səhvimiz varsa, onunla bizim anlaşmadığımız məqamlar varsa, bu bizim aramızda olan bir prosesdir. Bunun uşağa heç bir aidiyyatı yoxdur. Ona görə də təbii genetik deyil, biz övladımızı düzgün şəkildə yetişdirməliyik. Bu kimi cümlələrdən, bənzətmələrdən istifadə etməməliyik. Təbii ki, atasına oxşayacaq. Uşaq görsəl varlıqdır. Əgər atasını görübsə, nəyi görübsə, onu da götürüb. Ona qandan keçib və s. belə bir şey yoxdur. Ümumiyyətlə uşağın inkişafında heç, yəni genetik rol olur təbii ki, amma %20, %30%. Geri qalanı sosial, yəni burada da ailə tərbiyəsi öz rolunu göstərir. Təəssüf ki, valideyn valideynini düzgün şəkildə bacarsa, bugün biz cəmiyyətimizdə övladlarımızdan şikayət etmərik. Hər övladımızdan şikayət etdiyimiz şəxs, o uşaqların sayı valideynlərə bərabərdir. Bəs belə bir şey deyim də, misal üçün valideyn olanlar da öz valideynindən öyrənir bunu. O zənciri necə qıra bilərlər? Fərqindəliklə. O zaman bəs bunun necə fərqində olsunlar? Mən fərqinə varmalıyam, mən videolara baxmalıyam. Mən psixoloqa getməliyəm, konsultasiyada iştirak etməliyəm. Gedə bilmirəmsə videolara baxmalıyam, maariflənmə yaşamalıyam ki, mən bunu artıq miras olaraq davam etdirməyim. Mən bugün bilirəm ki, o uşağa o şəkildə demək səhvdirsə, məni də valideynim o şəkildə cümlələrdən istifadə edibsə, artıq mən bu zənciri qırdım deməkdir. Mənə də deyib ki, məsələn, anasına oxşamış. Mən də bunu maariflənməmiş, gözüm açılmamış uşağıma davam etdirsəm, o da belə bu şəkildə davam edəcək nəsillər arası bir miras şəklində. Bəs axı siz dediniz ki, psixoloqa getmək özü də bir fərqindəlikdir. Həmin insanlar videolara baxdığı zaman hansı videolar onların diqqətini cəlb edirsə, deməli orada öyrənməli olan dərsləri var. Bir insan psixoloqun səhifəsini izləmirsə, belə bir videolara baxmırsa, təəssüf ki, onun fərqindəliyi sən desən də almayacaq. Mən gedim o insanı tapım gətirim,
danışım onunla yenə də olmayacaq. Çünki özündə səhv görməyən və fərqindəlik yaşamaq istəməyən heç bir kəsə biz yardımçı ola bilmərik. Bəs o zaman nəyə görə görə bilmirlər? Nəyə görə görə bilmirik? Çünki öyrənilmiş çarəsizlik var. Qapı açıqdır, amma qapını açıb getmə cəsarətini tapa bilmirik özümüzdə. Çünki qorxularımız var. Özümüzlə savaş içərisindəyik. Olmaz deyilirsə, olmamalıdır. Valideyn bizə necə yönləndiribsə, valideyn düzdür. Valideynə əks getmək olmaz. Valideynə əks gedərsənsə ziyan taparsan kimi cümlələrlə böyümüşük. Bəs bunu nə zaman biz tam olaraq o şeyi çözə bilərik? Valideyn olaraq. Nəyi? Nəyi çözmək Yəni dediniz ki, öyrənilmiş çarəsizlik olur da. Bunun ardınca kimi? Yıkırdın ki. Öyrənilmiş çarəsizlik olur da. Öyrənilmiş çarəsizliyi nə zaman Ciddiyyətim qırmaq pozuldu. istəyirəm? Bəli, yəni Öyrənilmiş o tam çarəsizliyini olaraq nə zaman qırılacaq? Yəni məsələn 20 yaşında deyək, 40 yaşında deyək, 50 yaşında ümumiyyətlə heç o qırılmaya bilərmi? O bəli, ehtimal qırılmaya varmı? bilər. Fərqindəliyi olan psixoloqa müraciət edən, etmədən belə səhifəsini izləyən şəxslər çox şanslı insanlardır. Çünki onlarda nəsə baş verir, daxildə bir şey baş verir. Əslində ad verə bilmirlər buna, şüuraltının dəyişmək istəməsidir. Ad verə bilmədiklərinə görə bilmirlər ki, niyədir. Amma orada belə eşitdikləri hər bir söz. Mən hər zaman demişəm ki, əgər sən yolda keçdiyin bir insanın danışığına şahid olursansa, eşidirsənsə və yaxud da hansısa bir videonu izləyirsən, heç aidiyyəti olmayan bir anda qarşına çıxırsa, düşündüyün bir şey qarşına çıxırsa, bu təsadüf deyil. Bu dəyişimin başlanğıcıdır. Sadəcə olaraq işarələri görmək lazımdır. Görmək lazımdır ki, o zənciri qıra bilək dediyin kimi. Növbəti Zövq sualımız da var idi. Uşağı bağçaya neçə yaşında qoymaq lazımdır? 1 yaş yarımlıq uşağı aparıb bağçaya qoyuruq ki, sosiallaşsın. 1 yaş yarımdakı uşaq sosiallaşmaq nə deməkdir, heç onu da bilmir. Uşaq 4 Bu öz yaşına mənə qəbul eləməyib. Bəli. Və uşaq 4 yaşına qədər bağçaya getməməlidir. 4 yaşına qədər sadəcə bir şəxs uşağa tərbiyə verməlidir, bir şəxsin yanında böyüməlidir ki, uşaqda bağlılıq yaransın. Elə insanlar var ki, ölkədə qalır, ölkədə sıxılır. Xarici ölkəyə köçür, orada da sıxılır. Başqa yerə gedir, orada da kök sala bilmir. Daima mütəmadi olaraq əlində çamadan hər yeri gəzir, özünü tapa bilmir. Bu nə deməkdir? Həmin şəxslərə baxdığımız zaman ana işləyib nənənin yanında bir dəfə qoyub, bir dəfə babanın yanında qoyub, bir dəfə dayənin yanında, bir dəfə xalasının yanında qoyub. Bu şəkildə artıq uşaq bağlılıq yaranmadığına görə, o kök sala bilmədiyinə görə təbii ki, müəyyən problemlər sonrakı yaş dövrlərində də özünü göstərir. Ona görə də uşaqlara 2 yaşına qədər, 3 yaşına qədər valideyn işləsə belə işləməməlidir. Valideyn 4 yaşına qədər uşağın yanında olmalıdır. Ana 4 yaşına qədər uşağını müşahidə etməlidir. Çünki bütün xəstəliklərin yaranma səbəbi o yarandığı dönəmdə 4 yaşına qədərdir. Çünki valideyn işləyir, uşaq bilmir autizmdir, bilmir autistik spektr pozuntusundan əziyyət çəkir, bilmir ki, əqli geriləmə var uşaqda, bilmir psixoloji geriləmə var, inkişaf ləngiməsi var, dili ilə bağlı problemlər var. Çünki uşaq ana səhər gedir, axşam gəlir, uşağa diqqət eləyə bilmir. O gəldiyi zaman uşağın yatma vaxtına gəlir, çıxır. Ona görə uşağı düzgün şəkildə müşahidə etmədiyi zaman gün ərzində nənə baba da ad vermir uşağa ki, bu xəstəlik onda ola bilər. Deyir, hər bir uşaqda olub, keçəcək müəyyən yaşdan sonra. Ona görə də biz o teşhisi sonrakı yaş dönəmlərində qoyuruq və gecikmiş oluruq. Bəzən olur ki, 4 yaşına qədər onu biz görsək, o problemi, yarama səbəbini də bilərik, nəticəsini də alarıq. Amma sonrakı yaş dönəmlərinə keçdiyinə görə və gecikdiyinə görə təəssüf ki, biz bəzən olur ki, problemləri həll edə bilmirik. Müəyyən səhhəti ilə bağlı problemlər yaranır. Ona görə də 4 yaşına qədər uşaqlara valideyn sadəcə bir şəxs baxmalıdır və bağçaya qoymaq olmaz. 4 yaşdan sonra bağçaya qoyub, daha sonra məktəbə qədərlə davam edirik. Məktəbə qədərdə də bəzən olur, burada fikirlər aşılır. Yəni, biz uşaqlara yazmağı, oxumağı çox erkən yaşlarda öyrədirik. Məsələn, 4 yaşında, 5 yaşında artıq hərfləri yazmağı öyrədirik, hərfləri deməyi öyrədirik, əzbərləməyi öyrədirik. Bu uşaqlara aşırı şəkildə yüklənməyə səbəb olur və 1-ci sinifdə artıq məktəbə qədər dönəmin
təkrarı 1-ci sinif yaranmış olur. 1-ci sinifdə uşaq artıq hər bir şeyə hazır olur. 1-ci sinifin bütün materialını öyrənmiş olur. Və bu da uşaqlara aşırı yükləmə verdiyinə görə uşaqlar sentyabr-oktyabr aylarında məktəbə o təzə geyimləri olur, rahat şəkildə gedirlər, hələ ki həvəsli olurlar. Amma noyabr ayından sonra uşaqlarda müəyyən dərs oxumama problemləri yaranır. Bu da uşaqların aşırı yüklənməsinə görədir. Növbəti sualımız isə budur, sonuncu sualımız. Elə bayaq da buna toxundum. 6 yaş olmadan uşağı məktəbə göndərməliyikmi? Xeyr, təbii ki. 6 yaş dövlət özü də bir norma qoyub ki, 6 yaşından sonra uşaqlar getməlidir. 6 yaş 7 yaşında getməlidir. Ondan əvvəlki yaş dövrlərində 5 yaşındakı uşağı biz məktəbə qoyduğumuz zaman, apardığımız zaman müəyyən problemlər, psixoloji problemlər də özünü göstərir. Uşaq artıq aşırı şəkildə yükləndiyi üçün yorulur. 1-ci sinifin özünün materiallarına baxaq, gör nə qədər uşağa tapşırıq verir müəllimə. Eyni zamanda öyrənmə problemləri yaranır. Uşaq hələ oyundan kənarlaşmır, dərs öyrənməyə doğru keçir birbaşa. Bu da təbii ki, uşaqlarda müəyyən travmatik vəziyyətlər yaradır. Uşaq dərs oxumaq istəmir, dərsdən yorulur, oyun oynamaq istəyir, özünə vaxt ayıra bilmir. Məktəbə gedir, hələ 2-ci sinif olduğu zaman daha çox aşırı şəkildə yorulur. Saat 4-də 5-də dərsdən gəlir, 1 saat istirahət etməmiş başlayır dərs oxumağa, saat gecə 9-10, sonra yatır uşağın oynamağa, telefon və oyuncaqla oynamağa vaxtı olmur. Buna görə də müəyyən problemlər yaşayırıq biz uşaqla. Ona görə də ən yaxşısı zamanında və aşırı olmadan, uşaqlara yükləmədən dərs vərdişlərini öyrətmək lazımdır və dərsi oynayaraq öyrədici şəkildə aparmaq lazımdır. Gəl dərs oxu, dərsin çoxdur deyərək, uşağın gözündə də böyüdərək, öz gözümüzdə də böyüdərək bunu bir məcburi hala gətiririk. Ona görə də öncəki efirlərdə də danışmışdım bu barədə. Oyun meydançasına çevirmək lazımdır. Yadınızda saxlayın ki, 4-cü sinifə qədər uşaq uşaqdır, böyüməyib. Ona görə o uşaq oynamalıdır da, eyni zamanda dərsə də zaman ayırmalıdır. 50-50 davam etməlidir burada. Bəs ümumiləşdirsək hamısını? Hamısını ümumiləşdirsək, əslində burada çoxdur, suallar qarmaqarışıqdır. Sadəcə uşağımızı dinləyək. Bu dəfə uzun-uzun cümlələrdən istifadə etməyəcəm. Sadəcə uşağınızı dinləyin və görün uşağın nəyə ehtiyacı var, ona ehtiyac olan qədər verin. Nə az, nə çox. Hələlik Hələlik, görüşənədək. növbəti efirdə görüşəcəyik.